izləyicilər, bugün hardayam? Çox gözəl bir kənddəyəm, Zirə kəndində. Zirə kəndi həm qonaqpərvərliyi ilə, həm gözəl mənzərəsi ilə, həm də gözəl adət-ənənəsi olan bir kənddir. İnşallah bugün də bu kənddə həm adət-ənənə, həm insanlarla maraqlı söhbətlər və o cümlədən gözəl bir toya şahidlik edəcəyik. İzləmədə qalın. Bura haradır? Təbii ki, həmişə müəyyən yerlər var ki, o məkanlara gedəndə mütləq mədəniyyət evlərinin olduğu, maraqlanırsan, mövcuddumu, varmı, yoxmu, onu mən həmişə maraqlanmışam. Çünki incəsənət insanlarının yetişməsi, onların inkişafı elə mədəniyyət mərkəzlərindən başlayır. Və mən hardayam? Təbii ki, Zirədə olan mədəniyyət mərkəzindəyəm. Zirə qəsəbə mədəniyyət mərkəzi çox gözəl mədəniyyət mərkəzidir. Biz elə bir vaxta gəlmişik ki, bugün burada heç kim olmasa da, yəni içəri giriş edə bilməsək də, amma həyətinin gözəlliyindən zaten bilinir ki, necə bir yerə gəlmişik, necə bir yerdəyik. Bu mərkəzdə müəyyən kurslar fəaliyyəti var, aktyorluq kursları fəaliyyəti var. O cümlədən xeyriyyə tədbirləri keçilir, Down sindromlar üçün müəyyən xeyriyyə tədbirləri olur və incəsənətə aid olan çox tanınmış simalar, yəni aktyorlarımızın insanlarla, Zirə cəmaatı ilə görüşü təyin edilir. Və bir də bir şey vurğulayım ki, bu mərkəzdə gözəl tamaşalar hazırlanır. Bu tamaşalar festivallara mı və digər yerlərdə göstərilir. Bu gözəl bir şeydir və mükəmməl bir şeydir ki, kənd olaraq mədəniyyət mərkəzinin bu formadan inkişafı tədbirə layiqdir. Buranın rəhbərliyi nə təşəkkür edirəm ki, bu cür şərait yaradılıbdır bu kənddə və insanların incəsənəti daha gözəl formada duymasını, hiss etməsini təmin edirlər. Zirə kəndi çox böyük kənddir. Amma Zirədə müəyyən tarixi abidələr var ki, hansı ki o tarixi abidələr özəl olaraq qorunur. Mən buradan keçəndə böyük bir hamama rast gəldim. Biz onu digər verilişlərdə də çəkib işıqlandırmışıq və istədim ki, elə yaxınlaşım. İçərisinə daxil olmasam da artıq yaxınlaşıb ən azı məlumat verə biləcəm sizə. Həmişə tarixi abidələr mənim üçün çox önəmli olub, çox önəm daşıdığı üçün istədim ki, bir məlumat xarakterli insanlara da məlumat verim. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hamam yerli əhəmiyyətli memarlıq abidəsidir. 18-ci əsrin abidəsidir, belə deyim. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2017-ci ildə bərpa edilmişdir və hamam 1749-cu ildə Məhəmməd Ağaverdi oğlu tərəfindən tikilmiş, hamam 2 günbəzli və 8 tağdan ibarətdir. Ötən əsrin 80-ci illərində işlək vəziyyətdə olmuş, sonraki illərdə baxımsız vəziyyətdə olmuş. Lakin 2005-ci ildə etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zirə və ətraf qəsəbələrdə bir çox sosial layihələrin həyata keçirilməsində baxımsız vəziyyətdə olan tarixi abidələrin bərpa edilməsi, yəni təşəbbüsü irəli sürülüb və daha sonra isə bu gözəl hamam, qədimi abidə bərpa olunub. Əslində sevindirici haldır. Niyə görə? Yəni hər bir kəndin özünün tarixi abidəsi olmağı gözəldir. Tədbirə layiqdir ki, bunu bu formada bərpa edib Mədəniyyət Nazirliyinə buradan təşəkkür edirəm ki, yəni bu cür necə deyərlər, bərpa işləri aparır ki, itib batmasın bizim abidələrimiz. Çox sağ olun Mədəniyyət Nazirliyi. Gəl. Halal eləyirsiniz. Bax, ilk çiyələyi mən sənə Zirədə bax. Buyur, al. Haram xoşun olsun biri. Onu mənsiz yeyirsən ha. Hə, burada bizim gəlmirik. Şəhidlərimizə aid bulaq var. Biz Fatmayı kəndində də şəhid bulağı çəkmişik, amma tədbirə layiqdir ki, baxın, şəhidlərimiz üçün bu cür bulaq yaradılıb. Çünki ömür boyu biz bu insanlara borcluyuq.
Qədirov Emin Asifoğlu, Mehdi Samir Vaqifoğlu, Əli Məmmədov Elçin Mehmanoğlu. Bunlar bizim şəhidlərimizdir, yəni Zirə kəndinin şəhidləridir. Allah rəhmət eləsin və hər kənddə belə bulaqların olması, şəhidlərimizə belə hörmətin, Zirə kəndinin sakini, yəni fərdi bir sakin olaraq bunu yaradıb. Təşəkkür edirəm. Valla tədqirə layiqdir ki, bu cürünə bulaq yaradılıbdır və bizim gənc nəslin nümayəndələri, yəni balacalardan söhbət gedir, balaca uşaqlardan ki, hansı ki böyüyüb inkişaf edəndən sonra, yəni dərk eləsinlər ki, biz həqiqətən vətənimizin necə oğullarını itirmişik. Təbii ki, müharibə dövründə itirdiklərimiz çox oldu, amma əgər müharibə varsa, şəhid də olur. Bu danılmazdır. Allah rəhmət eləsin şəhidlərimizi, qazilərimizə can sağlığı versin, veteranlarımıza can sağlığı versin. Biz heç vaxt unutmuruq onları. Bilmirəm Aymiri, bu kənddə adamın sayı azdır, amma məncə adam sayı az deyil. Çünki kənd çox böyük kənddir. Mən elə belə yavaş-yavaş gedim, kiməsə rast gəlsəm danışdıracağam mütləq şəkildə. Çünki mənə çox maraqlıdır insanlar. Çox salam. Salam. Adam tapmışam. Danışa bilərik. Buyurun. Xoş gördük. Xoş gördük. Adınız? Xoş gəlmisiniz. Qasımzadə Əli Murad. Əli Murad bəy. Hardan gəlirsiniz? Mən də kəndin içindən. Kəndi içində gəzirsiniz özünüz Bəli, üçün belə. Hə, mənə bir-iki məlumat lazımdır. Özünüz burada yaşayansınız, Buyurun, burada bəli. anadan olmuşsunuz. Bir dənə məlumat verərdiniz də? Bəli, mən 97-ci ildə Zirə qəsəbəsində Biraz yaxın. anadan olmuşam. Elə anadan olandan da buradayıq, kənddə böyümüşük. Nə gözəl. Belə deyim də, Zirə ümumiyyətlə nə ilə seçilir? Hansı ki, məsələn, kəndlərdən nə ilə fərqlənir? Nə kimi? Məsələn, belə deyim də, hansısa bir kəndə gedirsən, onun hansısa bir milli yeməyinə görə fərqlənir və ya da hansısa bir əkinçilik fəaliyyətinə görə tanınır. Sizdə nə ilə tanınır? Yox, bizdə deməzdim ki, tək bir nəsə bir fərqli bir şey. Əvvəldən deyirlər, məsələn, Zirə pomidoru falan, qarpızı, nə bilim, başqa yeməkləri. Amma hal-hazırda Zirə demək olar öndə gedən qəsəbələr, demək olar hamısı öndə gedənlərdəndir. Biridir, təmizliyini yəqin ki, gəzdiysən görə bilirsiniz. Yaşayın, əla. Mədəniyyətə verilən diqqəti görə bilirsiniz. Uşaqların, yaşlılarımızın təhsillə bağlı, işlə bağlı və yaxud da ki, axır tam bir müasirlik, mən deyərdim ki, elə bu dəqiqə qəsəbələrin arasında müasirliyi ilə fərqlənən qəsəbələrdən biridir. Öndə gedən hər barədə. Hər barədə. Yəni sırf nəyə aid eləmək olmaz. Mən çox əvvəllər burada olmuşam. Bir 2 il ya səhv etmirəmsə 3 il bundan qabaq da Bakı gündəliyini biz gəlib burada çəkmişik. Amma belə bir şey deyim. Bakı gündəliyini çəkəndə də əla idi, super idi vəziyyət. Amma yenə biraz da fərqliliyi gördüm ki, daha da inkişaf edib, daha gözəl formadadır. Çünki yəqin ki, sizdə bu bələdiyyə bu işləri görür də, səliqə səhman işlərinə bələdiyyə baxır, nəzarət edir. Və biz sizin qəbirstanlıq var orada. Onun yanından keçəndə əslində həqiqətən düşünmürdüm ora qəbirstanlıqdır. Mən elə bildim ki, hansısa bir maraqlı bir parkdır, çöldən elə görünür. Amma sonradan dedilər ki, ora qəbirstanlıqdır. O cür nə gözəlləşdirmək, yəni təşəkkür edirəm valla. Bunu kim edib sizdə? Anar müəllim Zirə bələdiyyəsində burada təşəbbüsü var. Kənd ağsaqqallarının da burada böyük təşəbbüsləri var. Hamısı hər kəs çox sağ olsun. Yəni ümumi bir orada cəmaatın gedib gəldiyi, daimi gedib gəldiyi, vəfat edənlərin ziyarət elədiyi bir məkandır. Yəni orada elə bir şəraitin yaradılmağı, yasın otaqları var. Orada təmizlik, su, bəli, ağac, kölgəliklər. Bəli, elə bir şəraitlər qurulub. Hər kəs buna görə çox sağ olsun. Vallahi həqiqətən minnətdarlığı bildirə bilərik ki, orada kimlərin əməyi varsa, çox sağ olsunlar. Təşəkkür edirəm. Gəldim məscidin həyətinə. Yəqin namaz vaxtıdır. Babalarımız da var burada, saqqallarımız və yaxınlaşaq görək kimlərdir, tanış olaq. Salamun əleyküm. Necəsiz? Babalarımızdır. Siz bildiyimə görə siz bizim buranın axundusuz, düzdür? Allah ömür versin sizə. Necəsiz? Şükür olsun Allah'a. Özünüzü təqdim edin. Qədir Necəfzadə, Zirə Cümə Məscidinin imamı. Allah ömür versin sizə. Qədir bəy, baxıram ki, belə deyim də, əvvəllər dinə biraz yaxşı baxmırdılar. Yəni necə yaxşı baxmırdılar? Yol vermirdilər də Sovet dövründə. İndi maşallah məscidlərimiz inkişaf eləyib, rəhbərliyimiz tərəfindən çox gözəl təşəbbüslər irəli sürülür ki, yəni dinimiz də inkişaf eləsin, incəsənətimiz də inkişaf eləsin.
Var olun ki, siz kimi axundlarımız da var, Allah ömür versin. Biraz məlumat istəyərdim bu məscid haqqında, daha sonra ağsaqqallarımızla söhbət edək. Əslində elə söz bizim ağsaqqallarımızdır. Allah söz həmişə onlarındır. Həmişə söz bizim böyüklərimizdir. Onların icazəsi ilə əlbəttə ki, ölkəmizdə doğrudan da o bizim torpaqlarımız azad olandan sonra ölkə başçısı tapşırığı ilə birbaşa orada Ağdam məscidində, Şuşa məscidində birbaşa o azanların səslənməsi və orada həqiqətən də ki, Azərbaycanın əzəli qədim yurt olduğu, yəni yaşayış məskəni olduğu bir daha o bizim azanlarımızla, dualarımızla sübut olundu. Allah şəhidlərimizin ruhunu şad etsin. Amin, amin. Bizim məscidimiz də 2016-cı, yəni bu bizim məscidimiz 4 əsrdən yuxarı yaşı olan, 5 əsrə yaxın yaşı olan məsciddir. Yəni bu yerdə, bu məkanda həqiqətən də illər uzunu, əsrlər uzunu məscid olub. Sonradan 16-cı ildə fond tərəfindən bu məscid yenidən bərpa olundu, inşa olundu və birbaşa o deyirsiniz ki, ölkə rəhbərliyi tərəfindən həqiqətən də 1-ci xanım Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, iştirakı ilə məscidin açılışı oldu və bu illəri məscidin yeni binanın açılışının 10 illiyidir inşallah. Nə gözəl, nə gözəl. Allah var eləsin Mehriban xanımı da, Allah ömür versin. Əlbəttə ki, dövlət tərəfindən keçmiş ideologiya bizə yad bir ideologiyadır. O bizim nə dinimizə, nə milli ənənələrimizə, nə köklərimizə, tariximizə heç cür uyğunlaşmayan bir ideologiyadır, ənənə idi. Allaha şükürlər olsun ki, müstəqilliyimiz dövründə 90-cı ildən sonra misal üçün Bibi Eybət kimi möhtəşəm kompleks Heydər Əliyev tərəfindən binası, Ulu Öndər tərəfindən binası qoyuldu. Gəncə İmamzadəsi kimi Şərqin incisi, ən qədim ziyarətgahlardan biri Gəncə İmamzadəsi bizim ölkə başçısının neçə milyon manat ora ayırdılar və yenidən o qədim bir üslubda o inşa olundu. Əlbəttə ki, ölkədə bir çox məkanlarda, yerlərdə, qəsəbələrdə, misal üçün bizim məntəqəmizdə Mir Mövsüm Ağa kimi, Pir Həsən kimi, Hacı Zeynalabdin Tağıyevin məzarı olan yer. Birbaşa onlar dövlət tərəfindən nəzarət olunur, yardımlar olunur, quruculuq işləri aparılır. Belə də olmalıdır, yəni ki, Azərbaycanda İslamın yaşı elə İslam dininin özü qədərdir. Yəni biz İslamı sevərək, elmi ilə, hikməti ilə qəbul eləmişik. Ona görə də paytaxtdan, ölkə mərkəzindən 50 kilometr deməli ən ucqar nöqtədə yerləşən bizim kəndimizdə böyük alimlər olub, böyük mütəfəkkirlər olub, böyük müəllimlər olublar. Demək olar ki, İslam dünyasının ən böyük mərkəzlərində təhsil almış insanlar bizim qəsəbəmizdə olub. Cəlil Məmmədquluzadə, Haqq Verdiyev insanları maarifpərvərliyə səslədiyi bir dövrdə, yəni siz bilirsiniz ki, çətin dövrlər var idi. Amma o çətin dövrlər ki, 100 il bundan qabaq keçən əsrin əvvəllərində bizim qəsəbədən Qori seminariyasında oxuyan insanlar olub. Hətta sırf dindar ailələr, misal üçün onların atası da sırf dindar ailələr olublar. Misal üçün Molla Əbdülmömin Şeyx Bünyad oğlu öz evladını, bir də Məşəd Cabar adında kişi öz evladını keçən əsrin əvvəllərində deyirəm, yəni bizim mütəfəkkirlərimiz insanları maarifpərvərliyə səslədiyi bir dövrdə maarifpərvərliyi inkişaf elətdirmək üçün, misal üçün o Poçt qutusu əsəri kimi əsərlər yazdığı bir dövrdə siz görün nə qədər bir şəhər mərkəzindən uzaqlıqda olan bir kənddə, qəsəbədə, yəni heyvandarlıqla, bağçılıqla, balıqçılıqla məşğul olan, sırf kənd həyatı yaşayan bir insanlarda siz görün ki, mənəvi nə böyüklüyündə zənginlik olub ki, onlar öz evladlarını Qori seminariyası kimi dünyəvi bir ölkədə, misal üçün məktəbdə oxutdurublar. Ona görə də biz bu günləri əldə etdiyimiz bütün nailiyyətləri öz babalarımıza, atalarımıza borcluyuq. Zəhmətkeş, ağbirçək, iffətli analarımıza borcluyuq. Ona görə də onların müqəddəsliyindən, onların zənginliyindən, onların mənəvi zənginliyindən bizim bax şəhidlərimiz doğuldu, bizim ziyalılarımız doğuldu, bizim bugün ölkəmizin, dövlətimizin, millətimizin, xalqımızın o möhkəmlənməsi üçün dünya ölkələrində səs-səda salmasından ötəri o zəhmət çəkən ki, evlatlar var, bizim ziyalı gənclərimiz var, bizim ədəbiyyatçılarımız, yazarlarımız, şairlərimiz var, misal üçün onların bu günləri üzdə olmağı, onların bu günləri işdə olmağı, onların bu günləri dünya insanlarını, dünya əhlini, şərq mədəniyyətini heyrətləndirə bilməsi o ağsaqqal, ağbirçək, gözəl, mənəvi ata-anaların zəhməti sayəsindədir. Allah onların ruhunu şad eləsin. Amin, amin. Həqiqətən də. İnanın ki, o qədər gözəl məlumat verir ki, Qədir bəyə mən təşəkkür edirəm. Bəzən
bunu reallıqdır deyim. Bəzən elə bir axunda yaxınlaşırsan ki, danışmaq üçün açıq deyəcəm Qədir bəy. Yəni iki cümləni güc ilə də, yəni bir zəif formada elə məlumat verir ki, heç istəmirsən ikinci bir sualı verəsən də. Amma Qədir bəyə təşəkkür edirəm. Bu cür gözəl, ətraflı, səliqəli şəkildə məlumat verdi. Allah var eləsin sizi. Həmişə də belə mən bu zirəyə gələndə, bizim çəkilişlər zirəyə gələndə elə sizi görək inşallah. Və keçim ağsaqqallarımızın yanına. Allah heç bir evi, heç bir ocağı böyüksüz, ağsaqqalsız etməsin həqiqətən. Çünki mən həmişə ağsaqqallara çox böyük dəyər verirəm. Biz onlara baxıb müəyyən şeylərə görə ibrət götürməliyik. Adınızı təqdim edər deyərdiniz, zəhmət olmasa. Hacı İkram. Hacı İkram. Hacı İkram, Allah ömür versin sizə. Siz? Mən də Hacı Qafar Hədullaoğlu. Allah sizə də ömür versin. Hə, yaşınız neçədir babacan? 93. Ay Allah ömür versin. Amma maşallah tütü pis gözdən uzaq. Yaxşı qalmısınız ha, ay kişi. İkinci kişidir, zəhmətkeş kişidir. Bağban kişidir. Nə gözəl, zəhmətkeş, bağban. Allah sizə ömür versin. İnşallah gələn dəfə gələndə də bax belə dayanasınız. Mən də sizi çəkib işıqlandırım. Mən nəinki bağban olmuşam, torpaqda zəhmət çəkmişəm. Mən 40 il dənizdə, neft işində, ağır işdə, çətin işdə, quyunun ağzında, quyunun neft çıxartmışam. Dövlət işində həmişə canla başla, küləkdə də, qarda da, yağışda da işləmişəm. Allah sizə ömür Bunu versin. mən necə deyirəm, artıqlaması ilə işləmişəm. Yaxşı eləmişsiniz. Ha, bu- Nə və nəticə var? 50-yə çatmışıq. Ay maşallah. 50-yə. Allah sizə də ömür versin, doya-doya yaşayasınız, gözəl yaşayasınız, həmişə də belə sağlam olasınız. Mənə xoş oldu sizi kimi Çox gözəl sağ bir ol. insanı Çox görmək. razıyam. Çox sağ olun. Sizin neçə yaşınız var? Mən 72. Hə, Allah sizə də ömür Allah versin. can sağlığı versin sizə Biraz də. məlumat verərdiniz. Bax bu Zirə kəndi nə ilə seçilir? Adət ənənəmə qalıbmı? İndi köhnə adət Mən ənənə deyirəm, qalıbmı? düznesini desəm, biz dədə-baba ilə, dədə-baba vaxtından dinə qulluq eləyənik. Babam, sonra atam, indi mən də dinə qulluq eləyənəm. Yeri gəlsə bu məclislərdə zətdə mən aparıcı kimi iştirak edirəm. Nə gözəl, nə gözəl. Hə. Adət-ənənələrimiz çox yaxşıdır. Keçmişdən də qalan var. Sonra biz onlara da necə deyirlər, hörmətlə yanaşırıq. Başqa belə nə istəyirsiniz deyim? Bax, əvvəlki toylar bir başqa olardı da, mağar qurulardı. Bəli, bəli. Sərpayısı olardı. Hə, bir də ki, belə deyim də, həyətdə yeməklər bişərdi. Bir maraqlı idi da. Bəli. İndi belə toylarımız çox azalıb da. Yəni gedirsən, istəyirsən ki, məsələn üçün görəsən onu, bir çəkəsən, işıqlandı, amma çox azdır da. İndi hamı istəyir ki, belə deyək də, əlim təmiz, ayağım təmiz, gedib oturub rahat yeməyini yesin, oynasın, şənlənsin, gəlsin. Sizcə o vaxtki devrin toyları yaxşıdır, yoxsa elə indi müasir devrin? Hələ deyim sizə ki, xanım, hələ o vaxtki dövrün toylarının da öz yeri var deyə. İndiki toyların öz yeri var. Ancaq ki, indiki cavanlar biraz müasirləşib, lap düznəsinə qalsa. Gəlinlərimiz, əvvəl nənələrimiz, analarımız bu toyla idarə eləyirdi yeməklərini zaten. İndiki cavan gəlinlər, qızlar çox onları qəribə gəlir, gücləri çatmır. Hə, hazırlamağa gücləri çatmır. Ona görə rahat istəyir. Anladım. Bəs atacan, bax belə deyim də sizə əzizim, bir şey də soruşum sizdən. Buyurun. Bu, məsələn, mən Zirə kəndini keçən dəfə gələndə biz Bakı gündəlində çəkmişdik. Bəli. Cirəsi var idi, cirə. Cirə. O cirə burada yetişdirilir də. İndi o cirəni tapmaq olurmu? Yəni, varmı indi hal-hazırda həmin cirədən? Demək olar ki, yox dərəcəsindədir indi. Bal İndi kimi. buradan nə var ki, mən buradan gedəndə ondan özümü aparım? Hə? Mən necə deyim ki, Pomidor, xiyar. bir dənə pomidor xiyar qalıb. İndi o pomidor xiyar var, İndi hazırdır, yetişib, yoxsa yoxdur hələ? Yo, var. Var? Var. İndi mən buradan gedəndə apara biləcəm ondan. Allah qoysun inşallah. Qismətin olsa aparacaqsan. Allah sizə ömür versin. Həqiqətən Allah sizi kimi ağsaqqallara dəyməsin. Çox sağ olun. Siz var olun, yaşayın ki, qoy bizim gənclər də ara bir sizə baxıb bir örnək götürəcək, bir nələrsə öyrənsinlər sizdən. Ümumiyyətlə gənc nəslin nümayəndələrinə
razısınız? Hələ demək olar razıyıq. Çox şükür. Bəs əvvəllər qohumlar hamı bir-birinə gedib gəlirdi də, yəni mehribançılıq var idi. İndi bu telefon texnika inkişaf eləyəndən sonra telefon deyə var. Hamı görüntülü bir-birini yığır, bir-birinə görüntülü danışır. Yəni bu yaxşı bir şeydirmi, yoxsa xoşa gələn deyil? Hələ demək olar həm yaxşıdır, həm də ki xoşa gələn deyil. Aha. Xoşa gələn deyil, ona görə ki cəmaatın biri-birindən soyub, ayaqları çəkilib evindən. Hə, qonaq getmək məsələsi sağ ol. uzaqlaşıblar. Uzaqlaşıb. Aha. Pis də odur ki, necə deyərlər, Ünsiyyət ünsiyyət azalıb uzaqlaşıb. da, Bəli. yəni yaxın deyilsiniz. Yaxşı da odur ki, telefonla xəbər tutursan da biri-birindən tez-tez. Məsəl söz, necədir? Hardadır, necədir, bəli, bəli. Telefonla ziyarət olmaz. Telefonla əsl ziyarət nədir? Əsl ziyarət gedib o adamı ki istəyirsən, siz dediniz ki, bundan qabaq insanlar bir-birinin evinə gedərdi, böyük kiçik vardı, hörmət vardı. Deməli, bu ziyarətin 2-3 növü var. Aha. Bir var, telefondan zəng eləyəsən, onun yeri başqadır, o gözəldir. Bir də var, o adamı istəyirdin görməyə, yolda gedəndə kətdə rast gəlib sənə. O ziyarətində öz yeri var. Gözəlliyi var, bəli. Gözəlliyi. Bir də var ki, əsl gözəllik ki, biz istəyirik ki, gedək bir-birinin evində ziyarət eləyək, görək onu ye. O azalıb. O azalıb, əsl ziyarət odur ki, əlimizdən çıxıb, yoxdur. Yox dərəcəsində. Başa düşürəm mən sizi. Bəli, yaşlı nəsil adətən sevir gediş-gəliş edilməyi, qonağın gəlməyini. Nəsə belə insanlar, mən deməzdim, hamısı yaxşıdır. Ancaq bir-birinin mehribançılıq, sərinlik olub, indi azalıb, sərinlik olub. Bu geri istilik olsun, istəmək olsun, bir-birinə yaxınlaşmaq, o da bir-birimizi yaxınlaşdırır. Biraz gərək cavanlarımız da hər bir kəs özündə bir cavabdəndəlik hiss eləsin. Babamız elə danışır, Allaha and olsun. Adam istəyir ki, elə otursun bu gün zirədə, səhərdən axşama qədər otursun babaya qulaq assın. Bəlkə Miri bir gün qalaq qonaq, nə deyirsən? Baba, mənim evində qonaq eləyərsən? Yox eləmirik, eləyərik. Doğrudan. Biz Zirə kəndi belə bir kənddir ki, sonra qonaq istəyəndir, hamını, bizim nəinki sizlərə, hamısına, gələnlərə də, gedənlərə, hamını hörmət eləyən cəmaatdır burada. Burada eğri adam yoxdur. Hamısı düppədüzdür, həmişə də düz qalmaq istəyir. Elə düz olduğunuza görə sizin yanındayım. Bax, gəlib dayanmışam, sizi işıqlandırırıq, çəkirik. Allah sizi var eləsin. Mən sizə təşəkkür edirəm. Vaxtınızı ayırdınız, minnətdaram sizə. Xoş gördük. Gözəl insan, necəsiz? Çox sağ olun. Təşəkkür edirəm. Dayını Bakı gündəliyində çəkmişdik. Çox gözəl bir ilanların zəhərinin laboratoriyası götürməsi üçün laboratoriya var idi. Orada çəkmişdik, məlumat xarakterli. Amma bu dəfə dayıya suallarım başqa olacaq və çox sevindim ki, yenidən gördüm dayımızı. Allah sizə ömür versin. Adınızı, özünüzü təqdim edin və keçək sizlə. Fərhad Məmmədov, Babaoğlu. Aha, Fərhad bəy. 1941 təvəllüd. Nə gözəl, Allah ömür versin. 41-ci ildəndir atamız. Fərhad bəy, Zirə kəndindəyik, gəzirik bayaqdan, görür ki, maraqlıdır, daha səliqəli olub, daha təmizlik olub, bərpa işləri gedib. Amma mənə çox maraqlıdır. Zirənin indiki vəziyyəti, indiki halı, yəni mədəniyyətimi, incəsənətimi, fərqi yoxdur da, yəni. Keçmişə nisbətən, əvvəlki devirlə müqayisədə necədir? Yəni, nə inkişaf eləyib, nə inkişaf eləməyib, nə kimi? Bax, mənə çox maraqlıdır. İnkişaf əlbət ki, təbii ki, çoxdur, həddindən çox. Çox gözəlləşib kəndimiz, həm böyüyüb sahə cəhətindən, həm bizim balaların ali təhsil alma barəsində, savadlı olmaqlar barədə, ondan sonra bizim kənddə inkişaf çoxdur. Yollarımız asfaltlanıb, işıq, qaz, su, hər şey bizim ekoparkımız var, misal üçün. Bəli, ekopark. Bəli, gedib gəlirlər şəhərə oxuyurlar. Çox rahatlıqdır indi, çox. Əvvəl də müəyyən qədər oxuyanlarımız olub. Məsələn, Zirənin bir o zaman yeganə adamı Absalam müəllim deyən atası kişi vardı, bir qoca kişi olub. O, məsəl üçün, kətdən yeganə adam idi ki, Qori seminariyasını bitirib.
bitirib. Qori seminarı. Bəli, onun övladları da hamı savadlı, ziyalı ailədir. Beləncə ziyalılarımız çoxdur. Mən də onların hamısını saymaqla şey eləmirəm. Yaxşı, alimimiz də var, kimya üzrə, şərqşünaslıq üzrə Xəlil müəllim rəhmətlik. İlqar Fəhmi də sizin İlqar Fəhmi də keçimizdir, bəli. Allah ömür versin. Hələ biraz qurdalası, arxası axtarsaq, hələ qohumluğumuz da çatır. Nə gözəl. Özü şəhərdə də olub. Burada bağı da var. Bizim Zirədə bağı da var. Çox gözəl insandır. Bəli. İlqar Fəhmi, yəni Allah Kəndimizdəki ömür maşallah versin. inkişaf çoxdur, rahatlıq, nəqliyyat ondan sonra yaşayışımız, ümumi güzəranımız çox fərqlidir, yaxşıdır. Keçmişin də əlbəttə müqayisə eləsək, keçmişdə əlbəttə ki, indiki qədər texnika, ondan sonra savad da o dərəcədə olmuyor. Ancaq kəndimizin cəmaatı biraz belə təvazökarlıqdan uzaq olsun. Necə deyirlər, çox səmimi, çox mehriban. Bəli, bəli, bu 100% mənə Çox qonaqpərvər, belə çox özü də təmiz, çox təmiz. Ağsaqqal görəndə biz çox hörmət edirik. Mənim isə elə şeylə deyirəm ki, mən biraz yaşım vardı, mənə biraz xəcalət çəkirəm hətta o qədər ki, bunlar sadəlik göstərirlər. Ay, sağ ol. Belə şeylər var. Allah sizə ömür versin. Bizə də çox xoş oldu ki, sizi kimi insanla həm söhbət olduq. Mənə xoş oldu ki, ikinci dəfə sizi gördüm. Az gəl. Keçən il gəlmisiniz, bir də indi gəlirsiniz. İndi bir dəfə də gələcəyik inşallah. Gəlin oturaq bir əməli çay sürəsində söhbət Can, edək. çox sağ olun. Elə sizin o gözəl, xoş simanız bizə hər nə desə, yəni həqiqətən, yəni insan xoş sima görəndə istəyir o kəndə. Valla mən Zirəni o qədər çox sevirəm, elə bil öz doğma kəndimdir. Hə, Zirə kəndində paltar kəsti deyilən toydan öncə olur. Mənə çox maraqlıdır. Görüm necə bir şeydir. İndi gəlin, sizə də maraqlısa izləyək. Görək nələr baş verir. Gəl, Miri. Salam, xoş gördük. Necəsiz? Yaxşıyam, sağ ol. Siz nətər? Oğul toyu, qız toyu. Oğul xınasıdır. Xınadır. Oğlun xınası. Hə, bəs Allah deyirəm bütün- paltar kəssi. Hə, həm paltar kəsi, həm xına. İkisi birində. Aha, bu tort Bu kimindir? gəlinimin tortudur, onun üçün göndərirəm. Hə, tortu siz göndərirsiniz. Göndərirsiniz, xorəkini də Sonra göndərirəm. gəlini biz görürük Yox, burada. yox, yox. Görmürsüz. Ancaq- Siz özünüz oğlan evi adamları olaraq, Bəli, yəni bunu təşkil eləmisiniz. Maraqlıdır. Musiqi olur sizdə? Olacaq, gələcək ansambl gələcək. Oynayacaq da yəni. Bəli, bəli. Nə gözəl. Xoşbəxt olsunlar. Çox sağ olun. Həmişə bu qapıya gözəl günlərə Çox gələk. sağ olun. Tortumuzu çəkin. Əlinə şirinlik edir. Fikir verirsiniz. Allah bütün Allah subaylar xoşbəxt qismət eləsin. etsin inşallah. Hə, Miri. Qəribə adət-ənənədir. Yəni mən birinci dəfədə belə bir şey xına oğlan evində görürəm. Yəni mən belə bir şey görməmişdim. Xınanı adətən qız evində edirlər, amma oğlan evində xınanı həqiqdə, yəni qəribədir və oğlan evindən qız evinə tortun getməsi, hər hansı bir yeməyin getməsi çox maraqlıdır. Hə. Burada xorək gedir gəlin üçün. Aha. Paltar kəsiriz də xorək payını göndəririk də, onsuz yemirik. Neçə oğul, neçə qız var? Bir oğlum, 2 qızım var. Qız toylarını etmisiniz. Allah xoşbəxt etsin. Axırıncı subayım. Oğlunuzdur. Nə gözəl. İnşallah qızın toyu nə vaxtdır? Ayın 5-i restoranda. Oğlunuzun toyu nə vaxtdır? Aprelin 12-si. Bəlkə 12-si biz gəlib çəkiliş elə toy çəkək. Canlı yayım da olacaq Şirzadın arxivi. Şirzad bəy bizim dostumuzdur. Nə gözəl. Necə ürəyimiz Onda istəyir. biz də gəlib çəkərik. Nə deyirsən Aymiri? Razısan? Başını yellədi, razıdır. Deməli buranın özəlliyi nədir? Burada musiqiçilər xanım ifaçılardır. Yəni xanım musiqiçiləri qarmondur, tardır, kamandır, fərqi yoxdur. Xanımlar ifa edəcək. Gəlmir bir dənə yeməklərlə tanış olaq. Adınız nədir? Zərifə. Zərifə xanım neçə ildir bu işlə məşğulsuz? Açın da bir dənə zəhmət olun. Bu nədir? Adı nədir bu yeməyimizin? Bu soğutma. Soğutma. Pəh, pəh, pəh. İyə bax. Bu qovurma mal ətindən hazırlanıb. Mal ətindən. İçinin tərkibi nədən ibarətdir? Tərkibi var, qoyun əti də qaynatmışıq, yağ soğan eləmişik, tökmüşük tavaya, sonra soğanı qoyurmuşuk, soğanı qoyurub tökmüşük üstünə, qoymuşuk yağsını, lığlıq eləyib. Pişib hazırdır da bu. Bu hazır form. Nə gözəl. Hə, mən indi bir qaşıq verin mənə, mən bir yoxlayım. Hə, çəngəldən, qaşıqdan. Deməli siz burada kartofu ayrıca hazırlayırsınız. Özdə yağın içində Miri. Gəl bir dənə bax görürəm, maraqlıdır. Yağın içində kartof pişir. Çox sağ olun, təşəkkür edirəm. Siftəsinə özüm baxacağam.
Miri, həmişə yeməyin dadına sən baxırsan. Bu dəfə yəqin ki, özüm baxacam. Halal eləyirsənmi mənə? Hələ bu kartofdu özü zirədə yeyirəm. Baba bunu zirədə. Nə gözəl. İndi ətdən də yeyəcəm Miri. Ət gəlmir mənə, ay Miri. Ət gəlmir bayaqdan. Hə, yağı çoxdur deyəm. Yağı çoxdur. Çox sağ olun, yedim. Bunu qoyaq buram. Miri, möhtəşəm bir daddır, həqiqətən. Hər birinizə təşəkkür edirəm. Zəhmətkeş xanımlar, Allah sizləri qorusun. Həmişə belə gözəl günlərdə çalışasınız, toylarda, şənliklərdə. Amma Miri, mən sənə bir şey deyim də. Yəni, ətin dadı dəhşətdir də. O qədər gözəldir. Bilirəm, dadacaqsan orada, çöldə yeyəcəksən, imkan ver. Belə baxma. Amma çox mükəmməldir. Zirə toylarının xörəkləri var, çox gözəl dadlı olur. Elə zirən cəmaatı da gözəldir də, valla. Zirən necə cəmaatı gözəldir. İnsanları. Onun xörəkləri də hələ gözəldir. Bəli. Mən yeyərsiniz, baxarsınız. Mən like eləyirəm. Zirə cəmaatını da, yeməklərini də. Əslində toxam, amma yeyəcəm bunu. Bəyim bibisisiz. Bəli, bəli. Allah xoşbəxt eləsin. Çox sağ ol. Nə gözəl bibisisiz. Necə qəşəngsiz. Bəyimiz də gözəldir. Allah ömür versin sizə. Bəyimiz də gözəldir. Ay bibi, biz bu zirəyə gəldik adətən nə çəkməyə. Dedilər ki, burada xına var, yəni paltar kəsti var. Gedən bir dedim ki, mən istəyirəm ki, gedim bir işıqlandırım. Az da olsa, balaca da olsa. Və gəldik ki, gözəl səmimi insanlardır. Gözəl xanımlardır. Maşallah, zirə xanımları bir-birindən gözəl. Hələ başlamı be? Hələ bundan sonra cəmaat gələcək. Çox qəşəng xanımlarımız var. Anamızı gördü, ilk qarşıladı. Allah ömür versin anamıza. Çox sağ olun, Çox gözəl çox xanımdır sağ bəyimizin anası da. Çox Nə sağ ol. arzuluyursan bibi olaraq? Bibi olaraq onlara xoşbəxtlik. Gələn il bu vaxtlar Allah qoysa körpə səsi gəlsin evlərindən. Nə gözəl. İnşallah, inşallah. Özü də çoxdankı arzumuzdur. Həm də axırıncı qardaşım oğludur. Çox toy eləmişik. Qardaşlar, Çoxdur. neçə qardaşınız var? 6 dənə idi, indi ikisi qalıb. Ancaq çoxdur, qardaş uşaqları Ömür çoxdur. versin. Hamısı içə eləmişik. İndi bu axırıncıdır. Axırıncı qardaşınızın o. Sonra nəvələr gəlir. İnşallah nəvələrin də toyun gəl. Sizin nəvələriniz var? Bəli, var. Neçə dənədir? 5 dənə. Gəlib çəkərik də. Allah qoysa ayın 22-si bizdəsiz, gəlin. Avqustun 22-si. Mənim gözüm üstə. Avqustun 22-si Miri yadında saxla. Avqustun 22-si hardadır? Hansı? Retroda, Zirədə retroda. Zirədə retro. O mədəniyyət evinin tərkibində olan yer. Bəli, bəli. Özü də açıq havada. Açıq yox, içəridə, İçəridə olacaq. retroda. Miri avqustun 22-si oradan da gedirik, pomidor yığıb evə gedirik. Nə deyirsən? Razısan? Əla. Bizim işimiz güzel. Orada nənə olacağım, burada bibi. Can, Allah ömür versin. Həmişə gözəl toylarda iştirak edəsiniz. Çox sağ olun, xoş gəlmisiniz. Sizin həmişə siz gələsiniz. Çox sağ olun. Sizin orada mətbəxdə tanış oldum yeməklərlə. Nə gözəl yeməkləriniz var. Superdir. Çox dadlı. Oturun çörəyimizdən, xörəkimizdən yeyib sonra gedin. Biz yox demirik elə şeylərə. Biz yeməkdə yeyəcəyik, çay da içəcəyik. Hələ oynayacaq da sonra gedəcəyik. Düzdür anacan? Bəli, bəli. Ana necə gözəl bəzənib. Ay, anaya bax, anaya. Necə gözəl bəzənib. Gəlinin eşqinə bəzənmisən, yoxsa ay ana, elə belə gözəl həmişə bəzənirsən? Bəzənirəm, ancaq oğul anasıyım, oğul toydu da. Can, Allah həmişə Allah üzünü bütün subaylar, güldürsün. qismət hər şey. Həqiqətən gözəl xanımsınız. Allah sizi var eləsin. Çox sağ olun. Analarımız belədir də. Amma anaların da qədrini bilmək lazımdır. Öpürəm bütün anaların əlindən. Allah var eləsin hər birini. Sağ olun, var olun, xoş gəldiniz. Gözəlliyə bax, gözəlliyə. Hə, necəsiz? Sağ olun, Yaxşısınız? xoş gəlmişsiniz bizim Çox sağ olun, var olasınız. Allah sizi var eləsin, böyrükdən əski olmayın. Siz bu kəndin sərpayısısınız. Bəli, bəli. Sərpayı adı özü də böyük bir şeydir. Yəni bu xanımın sözünü iki eləyən olmaz. Yox.
Düzdürmü? Yox. Hörməti hörmət. O necə deyərlər? O desə ki, qatıq qaradır, elə qaradır. Qaradır ki, Elə qaradır. ağdır, elə ağdır. Düzdürmü əzizim? Bəli, Adınız necə oldu gözəl xanım? Ətiqə, Həc xanım. Həci xanım. Zirədə yaman çoxlu Həci xanımlar var ha. Həri. Vallahi da Allah hamısına ömür versin. Sağ olun. İnanın, xanımın üzündə nur var, gözəllik var. Çox xoş oldu mənə ki, siz kimi gözəl bir insanda. İndi bizə bilirsiniz nə maraqlıdır. Buyurun. Siz neçə illərdir bu sərpayış ilə məşğulsuz Mən da? elə bil ki 81-ci ildən 81-ci, hətta mən anadan olmamışdım, Aha. yəni. Hə. əvvəlim mənim atam olub Sərpayı, sonra mənim bacım olub rəhmətlik, Allah rəhmət eləsin. sonra qardaşım olub, sonra da mən. Elə bil ki 45-46 ildir də bu işi aparıram. Kəndimizdə çox hörmətli kənddir. Necə deyərlər, sözüm də qanundur onlar üçün. Nə gözəl. Hər kimin nə arzusu var, hansı müğənnini istəyir, hansı musiqiçilər istəyir. Onların hamını təşkil eləyirəm. Nə gözəl. Onda həm də təşkilatçısınız da. Hə. Bizim işlərimiz uyğun deyə əslində bir-birinə. Vallahi. Olar. Olar. Hə, belə bir fikir söylüm də. Baxın, sərpaylar mən çəkmişəm başqa Bakı kəndlərində, bəy sərpaylar çəkmişəm. Xanım sərpayda bir Fatma kəndində çəkmişəm. Çox gözəl. Hə. Sizdə isə mən Zirəni çox sevirəm həqiqətən. Çox bəyəndiyim kənddir. Çəkmişəm də Hörmətli kənddir. 3 hissədən ibarət Bakı gündəliyində Zirəni çəkmişik biz. Amma Sərpay xanım çəkməmişdim. Nə xoş oldu ki, mən sizi bu gündə, bu cür toyda, büsatda çəkirəm. İnşallah siz indi burada eləyəcəksiniz də sərpaylıq. Mən onu görəcəm, eləmi? Olar, olar. Hə, bir göstərərsiniz özünüzü. Hə, söz. Əla. Danışıb eləyəcəksiniz də burada. Danışırıq da, cəmaatı yerləşdiririk. İndi burada demək olar ki, yerlərimiz hazırdır. Nə gözəl. Musiqiçimizdir. Elə onları ayrıca çəkəcəm. Orada musiqiçi xanımlarımız olacaq. Bizim onlara böyük hörmətimiz var təbii ki. Hə, əla. Çox mükəmməldir. İnşallah davamını da birazdan görəcəyik Allahın izni ilə. İnşallah. Miri, deməli musiqiçilərimiz hazırlaşır. Burada musiqiçilər xanım musiqiçilərdir. Oxuyan da, ifaçılar da xanımlardır. Və bu toyun fərqliliyi, toy deyəndə bu qonaqlığın fərqliliyi elə sərpayısındadır. Sərpayı özü idarə eləyir. Və sərpayı o adamdır ki, onun sözündən heç kim çıxa bilmir. Yəni ona böyük hörmətlə yanaşırlar. O nə deyirsə baş üstə deyib və məclisi yola verirlər. İndi baxacaq ki, görək xanım ifaçılar nə məharət göstərir. Sinif yoldaşlar yazılıb. Kimin sinif yoldaşısınız? Bəyin anasının. Güldanə Güldanə xanımın, bəli. Orta məktəbdə bir sinifdə oxumusunuz. Bəli, Nə bəli. gözəl. Səkkiz Görürsünüz, əl birliyi, hamı bir yerdədir. Gözəldir, möhtəşəmdir. Bəli. Yəqin ki, siz mütəmadi olaraq bir-birinizin ailələrin toyunda gedirsiniz, gəlirsiniz, eləmi? Bəli. Hər ay yığışırıq, sinif yoldaşlar. Hər kəsin evinə ayda bir dəfə görüşürük, otururuq, söhbət edirik. Nə gözəl. Ad günləri, şad günləri. Bəli. Nişandan sonra yığışırıq, evlərinə gedirik şirinliklə, xonçu ilə, gözəl adətimizlə. Çox gözəl, vallahi əladır, tədbirə layiqdir. Bəs bir şey soruşum. Bu siz əlavə deyirsiniz, yığışırsınız da daimi olaraq. Bəylər, məsələn, bəy sinif yoldaşlarınız da var da, elə olurmu? Elə birlikdə bəy sinif yoldaşlarınız, qardaşlarınızdır da, təbii ki, onlar çoxu sizin. Yəni, onlarla da görüşürsünüz, yoxsa ancaq xanımlar yığışır? Ancaq xanımlar yığışmışıq biz. Kəndin adəti belə. Bəylərlə yığışmamışıq, nəsə. Neçə ildir məktəbi bitirmisiniz? Neçə il olar? Bəli, 9-da. Xeyli ildir. Bəli. O vaxtda da Hamınızın evində toy olub da. hər il bizim bir də 2 də toyumuz olur. Subaylarımız yenə var, yenə inşallah. Cəmi subaylar qismət olsa biz sulayın içində. İnşallah, amin. Yenə ənənəmizlə görüşəcəyik, xonçamızla. Nə gözəl, nə. Özə maşallah hamısı bir-birindən gözəl xanımlardır. Bura bax. Görürsən, maşallah, Gözəl maşallah. gününüz olsun. Amma bir dənə biz 72-lərik də, 72-cilərini. 72 təbii. Hələ qrupumuzu yazmışıq 72-lərin qızları. Mən bir şey vurğuluyum.
İçəri girəndə, bayaq daxil olanda baxdım ki, xanımlar həqiqətən də mən başqa kəndlərdə çəkmişəm. Birdən mənə tər eləyəcəklər başqa kəndin xanımları. Nəysə, o kəndə gedəndə orada bir fərqli var. Düzdür, hamısını görməmişəm xanım, amma sizin xanımlar hamısı bir-birindən qəşəng, özünə baxan, səliqəli. Biz toya gedəndə biraz özümüzə baxırıq. Toy abu havası bir başqa olur. Məsələn, əl üstüsünü gedəndə bir başqa örtürük başımıza və yaxud da qonun qonşuya gedəndə, dükanı gedəndə də bizim örpəyimiz başımızda olur. İndi xanımlar olduğuna görə başımızı açıqdır başımız. Ancaq şəxsən də mən örpəklə, kəndi üçün örpəksiz çıxmıram, yaylıqsız çıxmıram. Bəli, örpəyimiz var. Həyamız, abrımız üstümüzdədir. Əl üstüsünü gedəndə başımız örtülü olur. Hər yerə gedəndə örtüyümüz var. İndi toyda açıq idi. İndi rəqs eləyəcəksiniz də burada. Bəli, oynayacağıq. Nə də çağırarsınız, oynayarıq. Xoşdur. Mən özüm oynayana, musiqi gələndə dayana bilmirəm. Bilmirəm bu sahədə. Elə mən də sinif yoldaşlarımla qoşulacağam, özüm də sinif yoldaş kimi özümü hiss eləyəcəm. Nə deyirsən? Bir dənə bu xanımlarımızı da götür, zəhmət olmasa Miri. Hə, nə gözəl xanımlardır, elə gözəl xanımlar. Hamısı gülür, ay Allah, təbəssüm. Hə. Necəsiz? Sağ olun. Yaxşısınız? Yaxşıyıq, sağ olun. Toyda necə olmaq olar? Yaxşı. Əla olmaq. Bacımızın oğlunun toyudur. Allah xoşbəxt eləsin. Sağ olun, sağ olun. Nə gözəl, xoşbəxt olsun. Bütün subaylara qismət olsun. Baxın, sizə gəlin, sizlə müqavilə bağlayayım da mən xanımlar. Deməli, hansızın evində, həyətinizdə toy olur? Mənə xəbər eləyin, gəlim çəkim. Nə deyirsiniz? İnşallah. İnşallah. Allah qoysa. Allah qoysa. Əla. Həmişə toylarda olasınız. Allah xeyir versin Güldanə xanıma. Allah balalarını xoşbəxt eləsin. Bizim bugün çəkilişimiz var. Aytən Muradlı. Xoş gəlmisiniz. Teşekkür ederim. Gözünüz üstə yerimiz var. Buyurun musiqiçilərimizi təqdim edin. Teşekkür edirəm, var olasınız. Gözəl xanım, sizi görməyimə çox şad oldum. Mən də bir televiziya işçisi olaraq özümə borc bildim ki, Zirə kəndinə gəlmişəmsə, çəkməyə gəlmişik, Zirəni bütövlükdə çəkirdik. Amma belə qərara gəldik ki, elə gəlmişkən bu gözəl insanları da bir çəkək, toydan, büsatdan da çəkək ki, bir maraq qatsın da verilişə. Düzdürmü? Və neçə müddətdir ki, fikirləşirdim ki, bir dəfədə bir xanım sərfayı ilə danışım, bir söhbət eləyim. Dedilər ki, neçə illərin bir sərfayısı var, Həci xanım. Xoş oldu xanımı görmək. Həqiqətən gözəl ailənin gözəl xeyir işidir. Allah xoşbəxt eləsin. İnşallah qismət olar ayın 12-si də gəlib bəylərlə bir yerdə çəkiliş edərik Allahın izni ilə. Amma təbii ki, mən özümə borc bilirəm ki, bura gəlmişəmsə, həmişə əziyyəti olan, kamera arxasında olan xanımımızı salamlayıram. Əziyyəti böyükdür. Mirələ sənə də salam deyirəm, Elnuru da salam deyirəm, çünki sizin də əziyyətiniz mənləndir, mənə əziyyət çəkirsiniz. Və burada bizim gözəl müğənni xanımımız var, Sevda xanım oldu, səhv etmirəmsə. Nə gözəl, mənə də xoş oldu Sevda xanım, sizi gördüm. Mən də müəyyən toylara dəvət alanda aparıcı kimi gedirəm. Amma xanımlarla heç vaxt birlikdə işbirliyim olmayıbdır. Yəni musiqiçi xanımlardan söhbət gedir. Amma sizi gördüm, mənə də çox xoş oldu. Sevda xanım bizim müğənni xanımımızdır. Yanımda oturan belə qırmızı koftası ilə bəh gözəl göyçək xanımımız Gülnarə xanımdır, sintezatorda. Valla musiqi sənəti o qədər ağır sənətdir, onu hiss eləmək, duymaq hər adama nəsib olmur. Yəni onu xanımlarımız icra edirsə, nə gözəl. Gülnarə xanım, sizə təşəkkür edirəm və burada zərb alətidir də, yəni qoşan ağara, mən uşaqlıqdan ən çox sevdiyim alətim maraqlıdır mənə. Amma xanımın onu ifa etməsi özü bir güc tələb edir. Xanım, təşəkkür edirəm sizə əzizim. Nailə xanım, Minarə xanımımız və burada bir balaca balamız var.
nağarada ifaçıdır. Amin bala. Uğurların bol olsun. İnşallah. Böyük səhnələrdən səsin gəlsin Allahın izni ilə. Və təbii ki, bizim xanım qarmon ifaçılarımız var. Göhvər xanım var. Bu xanımı da baxın. Mən görmüşdüm, sosialdan çox görmüşəm xanımımızı. Allah ömür versin. Gözəl qarmon ifaçımızdır. Və inşallah ki, izləyək ki, görək burada nə baş verir. Yəni mən olmamışam da, belə məclisdə olmamışam. Toylarda çox olmuşam, amma belə məclisdə olmamışam. İnşallah ki, izləyək görək nə baş verir. Və burada xanımlar əyləşmişdi. Bəyin anasının sinif yoldaşları sağ olsunlar, şərait yaratdılar. Onlarla da həm söhbət oldu. Elə rəqs eləyər, kimlər rəqs eləyər, biz də arada bir qatılarıq. Çəkilişimizdə edib gedərik. Allah xoşbəxt eləsin. Bir alqışlayan hamımız. Təşəkkür edirəm, var olasınız. Rəqsə buyursa gözəl xanımlarımız. Sizdən əlləri görəlim. Hadi başlayalım. İstəyirəm ki, sonlandıram. Çox gözəldir bura, möhtəşəmdir. Zirənin öz gözəlliyidir. Möhtəşəm. Qazancım da bu oldu. Mən də bunu qazandım. Mən buradan şəxsən Zirə kəndinin bələdiyyəsi Anar bəyə çox təşəkkür edirəm. Onun gözəl komandasına təşəkkür edirəm. Bizlə bələdçilik elədi xanım və təbii ki, Əli Murad bəyə təşəkkür edirəm. Xanımın adını mən tez unuduram. Vüsalə xanıma da təşəkkür edirəm. Minnətdaram. İnşallah Allahın izni ilə mən ürəyim doludur. Zirədə bitirə bilmirəm də söhbətimi. Niyə bilmirəm? Amma onu da vurğulayım ki, Anar bəy bu kəndə gələndən çox gözəl işlərə imza atıb. Yaxşı ki varsınız, gözəl insan. Allah sizi qorusun və inşallah gələn həftə hansı kətdəyi izləmədə qalın.